Salam, sizleri kanalımıza hoş gördük. 9 Mart imtahanına DS məqsədi növbəti sınavımızı izah edəcəyik. Birinci sualdan başlayalım. Demək, düzbucaqlı parlaq betdə BF 5 verib, KL 6'dır, FK 8'dir, FP perpendiküler BL olarsa FP'nin tapın deyir. Gəlin düzbucaqlı parlaq beti biraz böyüdəyin. Demək, hündürlüyün 5 verib, oturacağın tərəflərindən biri FK-nı da gördüyünüz kimi məsələdə 8 verir, burası 8 yazaq. F nöqtəsindən, F təpəsindən BL diaqonalına perpendikülər şəkildə məsələdə həmin diaqonalın uzunluğunu soruşur. Gəlin biz oturacağım FL diaqonalını çəkəyim. Bilirsiniz ki, düzbucaqlı parlapetin üzləri düzbucaqlıdır və düzbucaqlının tərəfləri 8 və 6 diaqonal nə olur? 10 olur. İstəsəz bunu da burada çəkə bilərik. Baxın, tərəflərin biri 6, biri 8 isə diaqonal nəyə bərabər? Pifaqor teoreminə görə 10. Bura 10 yazdım uşaqlar. Təbii ki, BF yan dili oturacaq müstəvisinə perpendiküler olduğuna görə F'dən keçən FL parçasına da yine FL diaqonalına perpendiküler. Burada 90 dərəcə olacaq. O zaman gördüğünüz bu BFL düzbucaqlı üçbucağından artıq katetlərin biri 5, biri de 10 olduğuna görə hipotenuzu tapağın BL bərabərdir. Kökün altında 5'in kvadratı plus 10'un kvadratı. O deyir 5 kök 5. İstəsəz baxın bunların hər ikisini 5'e ixtisar aparıb 1 və 2'nin hipotenuzunu tapar. Sonra həmin 6 üzərində 5'e də vura bilərsiniz. Belə də mümkündür. Demək bura nə oldu? 5 kök 5 oldu. Düzbucaqlı üçbucaqda katetlər də bəllidir. Hipotenuz da bəllidir. Onda bu hipotenuzda çəkilən hündürlük 2 düsturla tapılır. Kök ad demək ya da ki katetlərin hasili bir hipotenuz. Yəni 5 vuraq 10 bölək 5 kök altında 5. 5'ler ixtisar gedir. Doğru cevabımız ne eləyir? 2 kök 5 eləyir. Növbəti misalımıza baxalım. Üçbucaqlara ait bir məsələ tipidir. Demək, ABC və DBC üçbucaqları BC tərəfləri ortaqdır. Şəkildə də görürsünüz. Şəkildə verilən əsasən x-in ala biləcəyi tam qiymətlərin sayını tapın. Diqqət etsə x tərəfi həm ABC üçbucağın, həm də BDC üçbucağın ortaq tərəfi olduğuna görə, o zaman bu x tərəf üçün birinci üçbucaq ABC-yə görə üçbucaq bərabərsini tətbiq edək. X kiçikdir 15'in altın cəmdən böyükdür 15'in altın fərqindən. Yəni x kiçikdir 21'dən böyük nədən 9'dan. Eyni qayda üçbucaq BDC-də də bu x tərəf üçün üçbucaq bərabərsini tətbiq edək. Kiçikdir 8'dən 4'ün cəmindən, böyük 8'dən 4'ün fərqindən. Yəni x kiçikdir 12'dən, böyük nədən 4. X ortaq tərəf olduğuna görə həm yuxarıdakı 2 qat bərabərsə, həm də bu 2 qat bərabərsə ödəməlidir. O zaman mən bunların kəşməsini tapmalıyım. Demək 4, 9, 12 və 21. 4 ilə 12'nin arasını yuxarıda iştirak edirəm. 9 ilə 12'nin arasını aşağıda iştirak edirəm. Gördüyünüz kimi kəşməmiz 12 ilə 9'un arasında oldu. Tam qiymətlər 10'dur, 11'dir və elə 10'dan 11'dir. Sayını soruşur. Doğru cevabımız oldu 2 demək. 3 nömrəli misal. Yeni üçbucaqlara ait misaldır. Bu dəfə tənbələnlə bağlıdır. ABC və BYC üçbucaqlarında uyğun olaraq AD və YD tənbələnlərdir. Əvvəlcə uşaqlar nələr verib? AB-ni 30 verib, AC-ni 20 verib, BY-ni 18 verib. Şəkildə yazmayacağım hələm onu. Baxın, tənbələnin xassəsinə görə ABC üçbucağından başlayıram. AD tənbələndir. Qarşı tərəfi gördüyünüz kimi BD və CD hissələrə bölür. Tənbələn qarşı tərəfi digər iki tərəflə mütənsib hissələrə bölürdü. O zaman 30'un 20'ye nisbəti BD-nin də DC-yə nisbətinə bərabər. Buradan BD 3x, baxın, onlar ixtisar gedib 3 bölək 2 bərabərdir. BD bölək DC. DC-də 2x yaza bilərik. Və digər tərəfdə misal bizə BY-ni 18 verib. Hətta deyir YD də tənbələndir. YD də BYC üçbucağını tənbələndir. Gördüyünüz kimi tənbələnin son nöqtəsi də yenə AD tənbələnin son nöqtəsi olan D ilə üstə düşdüyünə görə o zaman misal bizə bir YC-ni soruşur. Yenə tənbələnin xassəsini tətbiq edək. BY-nin YC-yə nisbəti bərabərdir BD-nin DC-yə nisbəti. BY 18 verib YC-ni soruşur. BD 3x-dir, DC də 2x-dir. Burada müvafiq ixtisarlar aparsaq YC bərabərdir. Səhv eləmirəmsə 12 eləyəcəkdir. Növbəti 4 nömrəli misala baxalım. Maraqlı bir sual tipidir bu da. Demək ki, trapesiyə aid oxşarlıq misaldır. ABC trapesiyasında FY paraleldir CD-dir. CD-ni 4 verib. Baxın, bu paralel parçanın uzunluğunu da bizə nə verib? 8 verib. Bu paralel parça DC-yə paralel isə təbii ki, onda AB-yə də paraleldir uşaqlar. Digər tərəfdən verib ki, DF AF-dən 2 dəfə böyükdür. DF AF-dən 2 dəfə böyükdür. Bura 2A,
Burada nədir? A-dır. Misal bizə x-in uzunluğunu soruşur. Gəlin nə edəyək uşaqlar? Gəlin bu 8-in üstünü örtək. 8 bizi maneçlik öğretməsin. Qəbul edək ki, f nədir? 8-i qıraqda verilib. Gəlin uşaqlar C nöqtəsini A-ya paralel xətt çəkirim. Baxın C nöqtəsini A-ya paralel xətt çəkirəm. Onsuz da burada bir M hərfi yazıram. CM paraleldir neye çektim? AD çektim. Onsuz da trapezin oturacaklar bir paraleldir. O zaman burada gördüğünüz ADSM dörtbucaklısı paralelogramdır. Karşı taraflar cüt paralel dörtbucaklı paralelogram değildir. O zaman DS 4 ise uşaqlar, onda paralelogram karşı tarafla beraber aynı nedir? 4. Fales teoremine göre, akımlar birbirine paraleldir. Fales teoremine göre diyebilir ki D FA'dan 2 değer büyük olduğuna göre o zaman burada bir K harfi yazsan SK da K'imden 2 değer büyüktür. Veyahut da SY de BY'den 2 değer büyüktür. O zaman ben buraya götürüp 2B burada ne yazıram? B yazıram. Biz bu KY'nin uzunluğunu tapsak meseleni halletmiş oluruz. Çünkü buranın X verip X'i sorsun misal bize. O zaman gitti uşaqlar. E, Bura X ise F bize 8 vermiş yeri gelmiş. Ayım 4 ise FK da 4'tür. Paralelogram karşılarla beraberdir. Bu özü de bir paralelogramdır. Onda bura ne kalacaktır? Burada 4 kalacak. Çünkü F bize 8 verir. O zaman üçbucaq MCB ile üçbucaq KSY'nin oxşarlığına bakalım. Deyə bilərik ki, MB'nin K'ya nisbəti bərabərdir. 3B'nin də 2B'yə nisbəti. 3B'nin də 2B'yə nisbəti. MB bilmirəm nədir? K'yimiz 4'tür. Bərabərdir. 3'ün 2'ye nisbəti. Buradan MB nə olacaqdır? 6. Baxın, MB 6 oldu. Onda X'in uzunluğunu eləyəcək. 10 eləyəcəkdir. Növbəti 5 nömrəli misal. İhtimal nəzəriyyəsindən. Otaqda 4 sarı 6 mavi top var. Qutuda daha doğrusu. Qutdan eyni zamanda çıxarılan 2 topdan hər ikisinin eyrəkli olma ehtimalını tapın. Demək bizə 2 dənə kürə lazımdır uşaqlar. Onsuz da 10 dənə ümumilikdə top var. Onlardan ikisini seçməliyəm. Məxrəc yazacağım kamizon ondan 2. Seçdiyim hər ikisi eyni rəngdə olmalı. O zaman mən ya 2 dənə sarı seçə bilərəm, ya da 2 dənə mavi seçə bilərəm. Sürətdə yazacağım kamizon 4'ten 2 plus kamizon 6'dan 2. O zaman kamizon 4'ten 2'nin cevabı 6 edir. Kamizon 6'dan 2'nin cevabı ise 15 eləyir. Kamizon ondan 9'un cevabı, ondan 2'nin cevabı ise 45 eləyəcək. Yani bura oldu 6, bura oldu 15, bura oldu 45. O zaman 21 bölək 45, 3'e de ekstra yaparsam doğru cevabımız 7 bölək 15 alınır. 6 nömrəli misal. Düzgün çoxbucaqlının daxili və xarici düzgün çoxbucaqlının daxili və xarici çevrə çəkilmişdir. Bu çevrələrin radiusları 3 və 5'dir. Daxili çəkiləninki 3'dür, xarici çəkilmişin isə 5'dir. Tərəfini tapın deyir. Düzgün çoxbucaqlar həm daxilinə, həm də xaricinə çevrə çəkilə bilər və o çevrələrin mərkəzləri üst-üstə düşür və onlar konsentrik çevrelerdir. Bu mərkəz olsun, o çevrənin mərkəzi. Baxın, bu gördüyünüz daxilə çəkilən çevrənin radiusudur. Xarici çəkilən çevrə təpələrdən keçir. Daxilə çəkilən çevrə isə tərəflərə toxunur keçir. Daxilə çəkilən çevrənin radiusunu bizə 4 verib, daha doğrusu 3 verib. Xarici çəkilən çevrənin radiusu, baxın bu xarici çəkilən çevrə təpəyə çəkilir. Çünki çevrənin radiusu çevrə elə həmin təpədən keçir. Baxın bu çevrədir. Burada 5'dir. Yeri gelmişken bu da xarici çevrənin radiusu, o da 5'dir. Onda bu beraber yanlış üçbucaqdan bura ne olur? 4 olur. Fiyagor teoremine göre. Tabii ki onda burada 4 olacak. Çünkü beraber tepeden çekilen hündürlük hem de mediandır. O zaman tərəfini soruşur. Doğru cevabımız neçə eləyəcək? 8. Düstur da var özün, ondan da yanaşa bilərsiniz. 7 nömrə misal. Düzgün altıbucaqlı prizmanın kiçik diagonal 4'tür. Birinci düzgün altıbucaqlı prizmamızı çəkmək lazımdır. Düzgün altıbucaqlı prizmanın kiçik diagonal 4'müş. Şöyle prizmanın kiçik diagonalını çəkmək üçün, ümumiyyətlə bütün prizmalara aiddir. Prizmanın kiçik diagonalını çəkmək üçün oturacağın kiçik diagonalını çəkmək lazımdır əvvəlcə.
ve üçbucağı tamamlamak lazım. Mesela bakın oturacağın kiçik diagonalını çəkirəm. Bu böyük diagonaldır, bu ise küçük diagonal. Ve üçbucağı tamamladım. Bakın. Düz ve düzgün prizmalarda yan tür oturacak müstəvisinə perpendiküler olduğuna göre onda bak burada 90 derecedir. Misalda kiçik diagonal 4'tür. Bakın bu kiçik diagonaldır, uzunluğu 4'tür. Oturacağın kiçik diagonala uygun diagonal, prizma öz diagonalı da kiçik diagonaldır. Ve yan tilli 60 derece bucaq əmlə gelir. Bakın burası 60 derecedir. Onda bura neçə derece kalacaktır? 30. 90 qabağı 4 ise 30'un qabağı nedir? 2'dir. 30'un qabağı 2 ise 60'ın qabağı nedir? 2 kök 3'tür. Misal bize prizmanın həcmini soruşur. Bakın düzgün altı bucağın her bir daxili bucağı 120 derece olduğuna göre, düzgün altı bucağın her bir daxili bucağı 120 derece olduğuna göre ve tərəflər de beraber olduğuna göre burada alınan 3 bucaq beraber yanlış çıxacaqdır. Kiçik diagonalı 2 kök 3 ise onda yan tərəflər beraber yanlış da təpədəki bucaq 120 derece olanda belə bir möhtəşəm qayda var. A kök 3 söhbəti. O zaman yan tərəflər olacaq kökçə bölməli 2-2. Belə də düzgün altıbucağın oturacağın tərəfini tapdıq. Altıbucağı prizmə oturacağın tərəfində. Həcmin tapın deyir. Həcmdə S oturacaq bura H-dır. Oturacaq düzgün altıbucaqlının sayısı. Düzgün altıbucaqlının sayısı 6 dənə bərabər tərəfli üçbucağın sayısından ibarətdir. Bura H. Qiymətlərimizi yerinə yazaq. 6 bıraq. Oturacağın tərəfi 2'dir. 2'nin kvadratı bıraq. Kök 3 bölü 4. Hündürlüyü də 2 tapdıq görürsünüz. İxtisarlarımız baxın 4 ilə 4 gedir. Doğru cavabımız deyəcək 12 kök altında 3. 8 nömrəli misal uşaqlar. Qəşəng misaldır bu da. Düzbucaqlı koordinat sistemində OMNK paralelogramı təsvir olunmuşdur və paralelogram diagonallardır Y nöqtəsində kəsişir. Bu paralelogram Y nöqtəsində kəsişir. Y nöqtəsinin koordinatlarını 4-3 verib, oyun bize 2 kök hatta 10 vermiş olur. Ne soruşur? MOK bucağının kosinüsünü tapın. Bakın bu bucağın kosinüsünü tapın. Bu bucağı da bir alfa yazaq istəyirsiniz. Şu an gelin biz Y nöqtəsinin koordinatlarını qeyd edək. Y nöqtəsinin koordinatları 4-3 olduğuna göre, bakın bura perpendiküler çəkirəm. Apsisimiz 4'tür. Tabii ki ordinatımız da neye beraberdir? 3'e beraberdir. Ordinatın 3 olması o deməkdir ki, bakın buranın uzunluğu 3'tür. Burada ne yazılmış olur? 3. Bura perpendiküler çək. Uşaqlar, diqqətlə baxsaz, bilirik ki, paralelogramın diagonalları çəkəndə yuxarıdakı üçbucaqla aşağıdakı üçbucaq bir-birinə kongruent olur. Çünki baxın, diagonallar kəşfi nöqtəsi yarıya bölünür. A yazıram, bura B yazıram və qarşı tərəflər bərabər və bu üçbucaqlar necə üçbucaqlardır? Qarşı-qarşıya duran üçbucaqlar kongruent üçbucaqlardır qısası. O zaman bu üçbucağın hündürlüyü bakın biz 3 tapdıq artıq. Y nöqtəsinin ordinatına bərabərdir. Təbii ki onda bu üçbucağın hündürlüyü nə olacaq? 3 olacaqdır. Bakın yukarıdaki MYN üçbucağının hündürlüyü nedir? 3'tür. Diqqətlə siz artıq üçbucağın, daha doğrusu üçbucağın nedir? Paralelogramın hündürlüyü, ümumi hündürlüyü, paralelogram hündürlüyü 6 çıxdı. O zaman gəlin biz həmin hündürlüyü M təpəsindən çəkək. Buradan hündürlüyü çəkdim uşaqlar. Bakın burası 6'dır. Heç mənə 4 lazım olmayacaqdır. Misal bakın bu düzbucaqlı bucaqdan uşaq. Pifagor teoremine göre gelin bura bir f hərfi yazaq. O f'i tapaq. O f beraber kökün altında 2 kök 10'un kvadratı çıxaq 6'nın kvadratı. O da neçə eləyir? 2. Bakın o f oldu 2 uşaqlar. Onda üçbucaq OMF'dən kosinüs alfa neye beraberdir? Bitişik kat edin yani OF'in hipotenuza nisbəti yani OM nisbəti. 2 bölü 2 kök 10 doğru cevabımız edecek 1 bölü kök 10. Növbəti misalımız 9 nömrəli misal. Piramidanın oturacağı tərəfləri 12 və 16 olan düzbucaqdır. Gəlin düzbucaqlı çəkək oturacağında və piramidamızda çəkəyim. Demək 4 bucaqlı piramidadır bu. Oturacağın tərəfləri 12 və 16 verib uşaqlar. Bütün yan tillər oturacaq müstəvisinə 60 dərəcə bucaq əmlə gəlir. Ümumiyyətlə uşaq yan tildən söhbət gedirsə, piramidalarda ağlınıza böyük yeri gəlsin. Yan üzdən söhbət gedirsə, ağlınıza kiçik yeri gəlsin. Yəni apofemdən söhbət gedirsə, ağlınıza nə gəlsin? Kiçik yeri. Baxın, bir çox məsələlərdə buna diqqət edin. Bütün yan tillər oturacaq müstəvisinə 60 dərəcə bucaq əmlə gəlir. Əgər piramidanın möhtəşəm bir qayda var. Əgər piramidanın yan tillər oturacaq müstəvisinə eyni bucaq əmlə gətirirsə, onda piramidanın hündürlüğünün oturacağı düşür oturacaqdakı çoxbucaqlının xarici çəkilən çevrənin mərkəzinə. Təkrar eləyək. Əgər piramidanın yan tilləri oturacaqla eyni bucaq əmlə gətirirsə, oturacaq müstəvisinə. Onda piramidanın hündürlüyü, baxın bu gördüyünüz hündürlüyün oturacağı hara düşür?
Piramidin oturacağındaki çoxbucaqlının xaricına çəkilən çevrənin mərkəzidir. Biz də bilirik ki, düzbucaqlının xaricına çəkilən çevrənin mərkəzi hardadır? Hipodonuzun, daha doğrusu diaqonalın tən ortasındadır. O zaman gəlin oturacağın diaqonalını çəkək və tərəfləri 12 və 16 verib uşaqlar. Baxın, bura 12-dir, bura 16. Onda Pifaqor teoreminə görə baxın, bu diaqonal nəyə bərabərdir? 20-yə bərabərdir. Onda hündürlük hara düşür? Bax, bu gördüyünüz hündürlük diaqonalın tən ortasına. O zaman bura olur 10, bura olur 10. Misal bizə demiş ki, yan til oturacaqla 60 dərəcə bucaq əmlə gedir. Yan til yox, yan tillərin hamısı bura 60 dərəcədir. Onda uşaq baxın, bura neçə dərəcə olacaqdır? Burada düz bucaqlıca da 30 dərəcə olacaq. 30'un qabağındakı 10'sa 90'ın qarşısındakı nədir o zaman? 20'dir. 30'un qarşısındakı 10'sa 60'ın qarşısındakı nədir? 10 kök altı 3'dür. Misal bizə piramidin həcmini tapın deyir. Piramidin həcmi 3'də 1, S oturacaq bura kaçdır? O da böyle 3'də 1. Oturacaq düz bucaqlıdır və düz bucağın sahəsi en vuraq uzunluqdur. 12 vuraq 16. Hündürlük də uşaqlar 10 kök altda 3 tapdıq. İxtisarımızı aparsaq burada 4 qalır. Səhv eləmirəmsə 643 kök altda 3 edir cavabımız. 10 nömrəli misal. Skaler hasil tapın deyir. Bilirsiniz ki, skaler hasil iki dənə düstur vardır. Komponentlər veriləndə nə idi uşaq skaler hasilin tapılması? Uyğun komponentləri vurub toplamaq lazımdır. Əgər komponentlər verilməyibsə uşaqlar, iki vektorun skaler hasilini tapmaq üçün ayrı-ayrı da modullara hasilini tapıb aralarındakı bucağın kosinusuna vurmaq lazımdır. A vektorun modulunu 6 verib, B vektorun modulunu 4 verib, aralarındakı bucaq da alfadır. O da kosinus 60'dan. Doğru cavabımız kosinus 60'ın da yerinə uşaqlar. 2'də 1 yazsam doğru cavabımız eləcək 12. 11 nömrə misal. Silindirin hündürlüyü 12 cm, oturacağın radiusu isə nədir uşaqlar? 10'dur. Bir silindir çəkəyim. Bu silindirimiz olsun. Üst oturacağı olsun. Tutar ki, bu da alt oturacağı. Ne deyir? Silindirin hündürlüğü 12'dir. Tabii ki silindir hündürlüğüyle doğranına beraber. Burada 12, burada 12. Sonra oturacağın radiusu 10'dur. Oturacağın radiusunu 10 verip uşaqlar bize. Silindirin oxuna paralel. Silindirin oxu nə deməkdir uşaq? Silindirin oxu. Silindirin oturacaqların mərkəzindən keçən düz xəttə onun oxu deyilir. Silindir oxuna paralel. Mən sadəcə silindir daxilində qalan hissəsini çəkəcəm. Baxın bu. Əslində bu sonsuz yuxarı və aşağı gedir. Silindirin oxuna paralel olan kəsiyi silindirin oxundan 6 sm məsafədədir. Silindir uşaqlar mən kəsməliyəm, amma oxuna paralel müstəvilə kəsməliyəm. Bunun ən gözəl qaydası belədir uşaqlar. Silindir oturacaqların paralel vətərlərini çəkmək lazımdır. Paralel vətərlərini. Çəkdim uşaqlar. Biraz daha yan çəkək. Oturacaqların paralel vətərlərini çəkdim. Bu silindirin oxuna paralel olan kəsiyidir. İstəsəz adlandıra da bilərik bunu. A'dır, B'dir, C'dir və D'dir. Və bu kəsik oxdan, bu da O1, O2 mərkəzləri, oxdan 6 sm məsafədədir deyir uşaqlar. Təbii ki, o məsafəni çəkmək üçün əvvəlcə oturacağın uşaqlar radiuslarını çəkəcəm. Baxın, bura R'dir. Burada R'dir. Və əsas məsələ o 6 sm göstərməkdir. Baxın, bu oxdan bu kəsiyə qədər məsafə 6-dır. Bu oxdan bu kəsiyə qədər məsafə, təbii ki, o məsafələr dəyişməyəcək. Çünki ox kəsiyə paraleldir. Biz onu hardan çəkən uşaqlar? Ən gözəl O2 təpəsindən çəkək. Baxın, buradan bura perpendikulyar çəkdim. Bərabəri yanlış bucağın təpəsindən çəkildiyinə görə onda bu buna bərabər olacaqdır. Burada istəyirsiniz Y hərfi yazalım. Bu burada gördüğünüz O2 Y mesafesinin uzunluğunu 6 verir. Silindirin radiusunun 10 verdiğine göre bakın burada 10'dur. Burada nedir uşaqlar? 10'dur. Burada 90 derecedir. O zaman düz bucaqlı üç bucaqdan katet 10. Hipotenuz katet 10. Daha doğrusu hipotenuz 10. Katet 6 olduğunda diğer katet ne olacak? 8. Onda tabii ki burada 8 olacak. Misal bize gördüğünüz bu kəsiyin sahəsini soruşur uşaqlar. Bu gördüğünüz kəsiyin sahəsini soruşur. Kəsin artıq uşaqlar tərəfləri bəllidir. Bir tərəfi elə silindir hündürlüyü olan 12'ye bərabərdir. Digər tərəfi isə oturacağın vətərinin uzunluğuna bərabərdir. Yəni 16'ya bərabərdir.
O zaman A'mız 12'dir, B'miz 16'dır. Onda silindirin o kəsiyin sahəsi nəyə bərabər olacaq? 12 bölü 16. Bu da səhv eləmirəmsə 2, 32-ni 6-ya vuranda 192 santimetr kvadrat edir. Növbəti misalımız 12 nömrəli misal. Demək, nə deyir? ABC düzbucaqlısının daxilinə Y nöqtəsində xaricdən toxunan yarımçəvrilər çəkilib. AF 4'tür, gördük. AF'imiz 4 imiş uşaqlar. Sonra DS 20'dir. Uzunluğunu 20 verib. BS'nin tapındır. Təbii ki, uşaqlar qarşı tərəflər bir-birinə bərabər olduğuna görə o zaman e, baxın bu radiusdur, bu da radiusdur. O zaman 4 plus radius bərabər 20'dən 2 radius bərabər 16'ya. Radius nəyə bərabər? 8. Baxın bura oldu 8, bura oldu 8. Radiusları biraz gün çəkək. Misal bizə BS'nin tapındır. Dikkat etseniz BC ile AD'ye beraberdir. AD de bakın bu gördüğünüz küçük yarım çevrenin diametridir. Gelin bunu da radiusun erlə işaret edək. Böyük yer olsun tutalım ki. Gel x işaret edək gözəl. Bakın bura x'tir. Burada nədir? X'tir. Şuralar xaricdən toxunan çevirilərdir görürsünüz. O bir mərkəzi, o iki mərkəzi. Onların mərkəzlərini birləşdirən və bu mərkəzləri birləşdirən parça toxuma nöqtəsindən keçəcəkdir. Burada 8'dir uşaqlar. Bu O2Y bu yarım çeviren radiusdur. 8 tanışık görürsünüz. O bir Y'de küçük yarım çeviren radius. Burada x olsun. Ve gördüğünüz düz bucaqlı, üç bucaqlı artıq biz x tapa bilərik. X'in kvadratı plus, baxın buranın uzunluğu nədir? 12'nin kvadratı bərabərdir. X plus 8'in kvadratı olur. X plus 8'in kvadratı. Ve x'in kvadratı plus 144 bərabərdir. X kvadratı plus 16x plus 64. X kvadratları gelir. 80 beraber 16 x'ten x olacak 5. Demek x'i 5 taptık. Tabii ki onda burada 5'tir. Onda BS'nin uzunluğu olacak uşaqlar. 10 olacak. 13 nömrəli misal. Bizə düz xətt verilib uşaqlar. Deyir bu düz xəttin tənliyini, bu düz xətti irpera ilk düz xəttinə görə simmetri çevirdikdə alınan düz xəttin tənliyini yazın. Bizə verilən düz xəttin y beraber x düz xəttinə görə simmetri çevirdə hansı düz xətti alınır deyir. O düz xəttin tənliyini soruşur. Bilirsiniz ki, uşaqlar, bizə verilən hər hansı AB nöqtəsinin y beraber x düz xəttinə görə simmetri çevirəndə hansı nöqtə alınır? BA nöqtəsi alınır. O zaman bu tip misallarda nə edəcəyik uşaqlar? Əmələ alınan düz xəttin tənliyini yazmaq üçün verilən düz xəttin tənliyində x gördüyünüz yerə y yazacaqsınız. Y gördüyünüz yerdə x yazacaqsınız. Bərabərdir. B ile x bölü 5 plus y bölü mənfi 2 bərabər 1 düz xətti alınır. İstəsəniz belə də saxlaya bilərsiniz. İstəsəniz y bərabər kx plus b şəklində saxlaya bilərsiniz. Hər tərəfi mənfi 2'ye vururam. Buranı mənfi 2'ye vururam, mənfi 2 bölü 5. Buranı mənfi 2'ye vururam, plus y. Buranı da mənfi 2'ye vururam, mənfi 2. Buradan y nəyə bərabərdir? 2x bölü 5 minus 2. Aktardığımız düz xəttin tənliyi. 14 nömrəli misala keçən uşaqlar. 3 dənə düz xətt var. Onlar 3'də 1 nöqtə kəsişirdir. A'nın hansı qiymətində? 3 dənə düz xəttin 3'ü də 1 nöqtə kəsişir. Uşaqlar, bu 3 dənə düz xəttdən ikisi aşkardır. Tənlikləri verir. Amma üçüncüsü gördüyünüz kimi uşaqlar A var deyə onun tənliyi tam olaraq bəlli deyil. O zaman aşkar düz xətlərə görə, məlum düz xətlərə görə kəşmə nöqtəsini tapa bilərik. Bilirsiniz ki, kəşmə nöqtəsi ortaq nöqtədir. Ortaq nöqtəni tapmaq üçün tənlər sisteminin həllini tapmaq lazımdır. Tərəf tərəfə çıxsam y-imiz olacaq uşaqlar. Demək 2. Y-in də yenə 2 yazsam x-imiz olacaq 1. Demək uşaq kəşmə nöqtəsi ilə 2 olsun. 1-2 nöqtəsiymiş. Baxın, kəşmə nöqtəsi uşaqlar həm x minus y bərabər 1 düz xəttin üzərindədir. Həm x minus 2y bərabər mənfi 3 düz xəttin üzərindədir. Həm də uşaqlar 2x plus 3y bərabər a düz xəttinin üzərindədir uşaqlar. Burası mənfiymiş. O zaman uşaq kəşmə nöqtəsi bunun üzərində olduğuna görə biz artıq A-nı tapa bilərik. X-in yerinə 1 yazacağım. Y-in də yerinə 2 yazacağım. Bərabər A. Buradan A-mız nə oldu uşaqlar? 8 oldu. On 15 nömrəli misal. Oturacaqların radiusları 1 və 4 olan kəsik konusunun doğranı oturacaq hissəsi 30 dərəcə bucaq əmələ gəlir. Demək ki, kəsik konu çəkəyim.
Kesik konus beraber yan trapeziyanın hündürlüğü etrafında ya da düzbucaklı trapeziyanın kiçik yan tarafı etrafı fırlanmasına bile gelir. Oturacağın radiuslar 1 ve 4'tür. Ta ki bu radius 1'dir. Bu radius nedir uşaqlar? 4'tür. Doğrudan oturacaq müstəvidə 30 dərəcə bucaq əmələ gəlir. Baxın, burası 30 dərəcədir. Təbii ki, hissəsiz buranı da çəkərəm uşaqlar. Bu mərkəz olsun, qəşəng qeyd edək. Burada 4'tür. Bu da mərkəz olsun. Burada nədir uşaqlar? 1'dir. Burada neçə dərəcədir? 30 dərəcədir. Bərabər yanlı üçbucaqdır. Bu da doğranlardır. Oturacaqlar da bəllidir. Kəsik konusunda ox kəsiğinin sayəsini tapın. Kəsik konusunda ox kəsiği gördüyünüz uşaq bu ABC'de bərabər yanlı trapeziyasıdır. Bir dənə hündürlüyümüz yoxdur uşaqlar. O zaman hündürlüləri çəkəyin. Beraber yan tarafın hündürlüğünü çekilen. Buranı da çekmek istersiniz. O zaman kiçik oturacak 2'dir. Böyük oturacak gördüğünüz gibi 8'dir. O zaman bu dörtleri pozaq uşaqlar biraz gözünüzü qamaşdırmasın. Bunda buranın uzunluğu neye beraber olacak? 2'ye beraber olacak. Çünkü üst oturacak 2'dir. 8'den 2'ni çıkıp 2'ye bölsək yan tərəflərdə olacaq. Ne uşaqlar? 3. Bakın burası oldu 3, burası oldu 3. Böyük oturacaqda kənar hissələr. Bura 30 derece olduğuna göre bura ne olur? Şu 60 derece. Bura 90'dır. 60'ın qabağındakı 3 ise 30'un qabağındakı tabanı kökçe böleceğim. 3'ü böldüm kökçe eləyəcək kök 3. Belə uşaqlar kəsiyin hündürlüyünü də tapdım. Ox kəsiyi. Ox kəsiyi gördüğünüz bu nedir? Beraber yan trapeziyadır. Onda sahəsi nə olacaq? Oturacaqlar cəminin yarısı. Üst oturacaq 2, alt oturacaq 8. Bölü 2 bu hündürlüyü də kök 3 tapdıq. Doğru cavabımız neçə eləyir? 5 kök 6 3 eləyir. 16 nömrəyə misal üslü bərabərçilərdən düşən bir sualdır. Demək ki, 9 üstü x plus 3 üstü x minus 12 bərabərsini həll edin. Əvvəlcə 3 üstü x-ə gəlin t deyək. T kvadratı plus t minus 12 kiçik 0. Təlinləri rahat olur, bərabərçilərində isə bəzən uşaqlar çətinlik çəkirlər. Əvvəlcə bunu intervallar üstə həll eləyək uşaq. Köklərimiz ümumiyyətlə -4 və 3 çıxır. T plus 4, t minus 3 kiçik 0-dan. Əgər keçsəm, burası -4, burası 3, müsbət, mənfi, müsbət uşaqlar. Kiçik olduğuna göre bize mənfi interval lazım. T daxildir. -4 3. Bunu da 2 qat bərabər şəkildə belə yazaq. T kiçikdir 3'dən, böyükdür -4'dən. T nədir bizdə? T 3 üstü x uşaq. Gəlirəm baxın burada T'nin yerinə 3 üstü x yazıram. Kiçikdir 3'dən, böyükdür -4'dən. Məlumdur ki, üslü funksiya həmişə müsbət qiymətlər alır. Yəni 3x onsuz da -4'dən böyükdür. Bərabərsinin sol tərəfi, baxın bu tərəf olsa doğru bərabərsidir. Sadəcə 3x kiçikdir 3 bu bərabərsizə eləyək. 3x kiçikdir 3 1'dən. Üslü bərabərsizlərdə əsas vahiddən böyüksə, bərabərsiz işarəsini dəyişdirir. X kiçikdir 1'dən. Doğru cavabımız nə olur? Mənfi sonsuzluq 1 olur. 17 nömrəmiz uşaqlar. Bərabərsizlərdən gəldi. M parametri ilə natural qiymətlərin cəmini tapın ki, bərabərsizin həllər çoxluq 11 müsbət sonsuz intervalı olsun. Demək, şu bizə bərabərsizlik verib belə. Deyir, eləyin ki, bu bərabərsin həlli 11 müsbət sonsuzluq olsun. Nə deməkdir 11 müsbət sonsuzluq olsun? Bərabərsinin həlli deyirsə, yəni x daxil 11 müsbət sonsuzluq. Yəni buradan çıxır ki, x böyük nədən uşaqlar? 11'dən. Şu an x 11'dən böyük olduğuna görə məxrəc necə ədəddir? Müsbət ədəddir. O zaman camımızın mənfi olması üçün mütləq şəkildə sürətimiz necə ədəd olmalıdır? Mənfi ədəd olmalıdır. Yəni m kvadratı çıxaq 8m plus 12 mənfi ədəddir. Yəni 0'dan kiçikdir. Bunda kökləri 2 və 4'tür. Daha doğrusu 2 və 6'dır. M-2, M-6 kiçik 0'dan. Əgər keçsəm 2, 6, müsbət, mənfi, müsbət. Bizə mənfi olan interval lazımdır. M daxildir 2, 6. M'in elə natural qiymətlərin cəmini tapın kidir. 3, 4, 5. Doğru cavabımız necə eləyəcək uşaqlar? 12 eləyəcəkdir. On 18 nömrəmiz var. Həcmi 4500 olan kürə iki paralel müstəvilə kəsilmişdir. Keçirilən müstəvilərin kürenin mərkəzində müxtəlif tərəflərdə yerləşdiyini və alınan kəsilərin sahələrin 144 pi və 81 pi olduğunu bilərək müstəvilər arası məsafəni tapın. Bu da istifadə olan məsələ tiplərindən biridir. Bu kürenin mərkəzi olsun uşaqlar. Həcmi 4500-dür. Kürenin radiusunu tapaq enindən. Kürenin həcm cüsürü 3'də 4 pi r kubuydu. Bərabər 4500 ise 4500 pi. Pi'lər ixtisar gedir. O zaman 3'te 4 r kubu beraberdir 4500'de. 4500'de 45 bırak 100 yazıram. 4 ile de 100 gelir. Burada 25 kalır. R kub beraberdir. 3 bırak 45 bırak 25. R kub beraberdir. 3 bırak 45'i 5 bırak 9 yazacağım. Bırak 25'te 5'in kvadratı.
Buradan eğrinin kubu beraber 3'ü 9'a vuranda 3'ün kubu elir. 5'i 5'in karatına vuran 5'in kubu. Buradan da er ne olur? 3 vurak 5, 15. Neyse, radiusunu 15 tapdı uşaqlar. Demək, bunu mən oturacağına paralel, daha doğrusu iki paralel müstəvidə kəsməliyəm. Gəlin bir kürəmizi çəkməyə çalışaq uşaqlar. Biraz da böyük çəkeyim. Demək uşaqlar, bu deyir, kəsiklər mərkəzdən müxtəlif tərəflərdədir. Mərkəz də qeyd edilən bir. Mərkəzdən müxtəlif tərəflərdədir bu kəsiklər. Təbii ki, sahələri fərqli olduğuna görə biri mərkəzə daha yaxındır, biri də mərkəzdən uzaqdadır. Ona da diqqət edək uşaqlar. Biraz daha maraqlı şəkil çəkmək istəyirəm. Okey. Onu da uşaqlar daha maraqlı olsun. Keçdi uşaq növbəti nədir? Kəsiklərin sahələri 144 pi və 81 pidir. Yeri gəlmişkən uşaqlar, kürəni o kəsəndə alınan kəsik dairədir uşaqlar. Sferanı kəsəndə isə alınan kəsik çevrədir. Kəsiklərin sahələri 144 pi verdiyinə görə biri 144 pidir. Onda pi kvadrat bərabər 144 pidən. Bu kəsiyin radiusu 12-dir. O birisi pi r kvadrat bərabər 81 pidən. Bu kəsin də radiusu nədir uşaqlar? 9-dur. Radiuslarını qeyd edək. Baxın, bunun radiusu 9-dur. Bunun da radiusu uşaqlar nədir? 12-dir. Mərkəzlərini qeyd edək. Burası 12'dir, burası 9. Yeri gelmişken kürenin öz radiusunu 15 tapdıq. Baxın, kürenin radiusunu çəkəcəm. Təbii ki, bu kürenin sonsuz sayda radiuslarından birini çəkdim. Bura 12'dir. Kürenin yeni bir radiusunu çəkirəm uşaqlar. Baxın, bu da 12 yox, daha doğrusu 15'dir kürenin radiusu. Burada 15'dir. Misal nədir? Mərkəzlər arasında məsafəni tapın deyir. Daha doğrusu kəsiklər arasında məsafəni tapın. Müstəvilər arasında məsafə ilə mərkəzlər arasında məsafə olacaqdır. Bura x yazıram, burada y yazıram. O zaman düzbucaqlı üçbucaqdan y-in kvadratı plus 12'nin kvadratı beraber 15'in kvadratı. Y'imiz olacaq 9. Eyni qayda ilə uşaqlar. X-in kvadratı plus 9'un kvadratı beraber 15'in kvadratından x'imiz olacaq 12. Burası 12'dir. Burası da 9'dur. Mərkəzlər arası məsafəni soruşur. Baxın, mərkəzlər arası məsafə həm də müstəvilər arası məsafədir. Kəslər arası məsafə doğru cavabımız neçə eləyəcək? 21 eləyəcəkdir. Növbəti uşaqlar 19 nömrəli misal. Birləşmələr nəzəriyyəsinə aid bir misal tipidir. İşlək bir misaldır. Nədir? Şəkildə təpələri verilmiş nöqtələrdə 12 üçbucaq var. Gördüyünüz kimi şəkildə 1, 2, 3, 4, 5, 6, 7 dənə nöqtə var. Əgər bu 7 dənə nöqtənin 7'si də uşaqlar çevrənin üzərində olsaydı, tamam ki, çevrənin üzərində də 7'si də, məlumdur ki, çevrə üzərində n dənə nöqtə götürülübsə, təpələri bu nöqtələrdən üçbucaqların sayı komüzə n-dən 3'dür. Çünki mənə 3 dənə nöqtə lazımdır ki, üçbucaq yarada bilim. İxtiyarı 3 dənə nöqtədən n dənə nöqtə 3'ünü seçirəm. O zaman şəkildə gördüyünüz 7 dənə nöqtə var ümumilikdə. Bu 7 dənə nöqtədən uşaqlar ta ki hamısı çevrənin üzərindədir. O zaman əmələ gəlmiş bucaqlanırsa komüzə 7'dən 3'dür. Lakin bunların içərisində artıqlar var. Çünki məsələn mən bu 3 nöqtəni seçsəm, 3 bucaq yarada bilmirəm uşaq. Çünki onlar bir düz xəttin üzərindədir. O zaman çıxaq. Baxın, 1, 2, 3, 4, 5. 5 dənə nöqtədən ixtiyarı 3'ünü seçsəm, 3 bucaq yarada bilmərəm. O da çıxdım komüzün 5'dən 3. Komüzün 7'dən 3, 7, 6, 5 bölək 1, 2, 3'dür. Komüzün 5'dən 3, 5, 4, 3 bölək 1, 2, 3. 6 ilə 6 gedir, 35 qalır. 6 ilə bu gedəcək uşaqlar. Burada da 2 qalacaq, 10. O da neçə eləyir? 25 dənə baxın, burada 3 bucaq çəkmək olur. 20 nömrəli misal. Silindrin ox kəsiyin diaqonalı oturacaq müstəvisi ilə 75 dərəcə bucaq əmələ gətirib və uzunluğu da 10 verib. Gəlin biz silindrimizi çəkən uşaqlar. Bu yuxarı oturacağımız olsun. Bu da aşağı oturacağımız və çəkdim bunları. Okay. Silindrin ox kəsiyini çəkən, silindrin ox kəsiyi oxuna paralel olan kəsikdir və çəkdiyim düzbucaqlı silindrin ox kəsiklərindən biridir.
Sonsuz sayıda ox kəsiyi var və hamısı da kongruentdirlər uşaqlar. Ox kəsiyin diagonalı bizə 75 verib, daha doğrusu 10 verib uzunluqca. Və oturacaq müstəvisi ilə uşaqlar 75 dərəcə bucaq əmələ gəlir. Misalda silindirin yan səthinin sahəsini tapın. Bura h-dır uşaqlar, silindirin hündürlüyü. Burada oturacağın diametridir, r. O zaman sinüs 75 nəyə bərabərdir? Düzbucaqlı üçbucaqda h bölü 10. Kosinüs 75 nəyə bərabərdir? 2r bölü 10. Bunları uşaq tərəf-tərəfə vurmaq istəyirəm. Sol tərəfdə alınıb 2'də 1 sinüs 75, daha doğrusu 2'də 1 sinüs 150, amma eybi yox. Yazan sinüs 75, bura kosinüs 75. Sağ tərəfdə alınır h bölü 10, bura 2r bölü 10. Sinüs 75, kosinüs 75, istər sinüs 75'i kosinüs 15 yazaq, kosinüs 75'e sinüs 15 yazaq. Bərabərdir 2 RH bölək 100. Sinüs 15'i kosinüs 15'e vuranda biliriz ki sinüs 2 alfanın üstü nə tərdir? 2 sinüs alfa, kosinüs alfa. O zaman sinüs alfa, kosinüs alfa nə olacaq? 2'də 1 sinüs 2 alfa. Sinüs 15, kosinüs 15 nə olur? 2'də 1 sinüs 30. Bərabərdir 2R bölək 100. Şurada sinüs 30'un qiyməti nədir? 2'də 1'dir. Olur 4'də 1 bərabərdir. RH bölək 50. 2'ləri x-lərə pardon. Buradan RH nəyə bərabərdir? 50 bölək 4. Yəni 12,5. Misal bizə yan səthinin sahəsini soruşur. Silindirin də yan səthinin sahəsi oturacaq çevrəsinin uzunluğuyla hündürlük hasına bərabər. Yəni 2πr, bura h idi. 2pi bura RH-ı 12,5 tapdıq. Doğru cavabımız onda neçə eləyir? 25 pi eləyir olur. 22 nömrəyə misal. Biri digərindən 4 santimetr, biri digərindən 21 hara getdi? Bir dənə baxalım. 21 yoxmuş olur. 22 nömrəyə misal. Biri digərindən 4 santimetr kiçik, uzunluqları cəm 28 on trapeziyanın diagonalları oturacaq 35 və 25 dərəcə bucaq əmələ gəlir. Diagonalların biri digərindən 4 santimetr kiçikdir. Və uzunluqları da cəm nədir? 28'dir. O zaman bu diagonalların birinin uzunluğu neçə eləyəcək uşaqlar? 12 eləyəcək. Birinin də uzunluğu 16 eləyəcəkdir. Trapeziyamızı çəkək uşaqlar. Diagonallar uşaqlar oturacaqlardır. Biri 25, biri də 35 dərəcə bucaq əmələ. Bura 35 olsun. Burada 25 olsun uşaqlar. Onda diagonallarsa bucaq 35, 25, 60. Bura olacaq 120. Onda təbii ki qonşusu olacaq 60. Diagonalların birinin uzunluğun 12 tapdıq, digərinin uzunluğu 16 tapdıq. Sahəsini soruşur. Təbii ki trapeziyanın sahi tutularından biri ilk dəyər 4 bucaqlıya xas olan 2'də 1, D1, D2 sinüs alfa. Alfada diagonallarsa bucaqdır. 2'də 1, 12 vuraq, 16 vuraq sinüs 60. O da böyle 2'də 1, 12 vuraq, 16 sinüs 60'ın cavabı kök 3 bölü 2'dir. Buradan 6, buradan 8. Doğru cavabımız olacaq 48, kökü altında 3. Növbəti misalımız 23 nömrə misal. Fəzada düz xətt və müstəvi mövzusu. Hipotenuzu 20 olan bərabər yan düz bucaqlı uçan hipotenuzu ilə 30 dərəcə bucaq əmələ gətirən müstəvi keçirilmişdir. Düz bucaq təpəsindən müstəviyə qədər məsafəni tapın. Çox istifadə olan misal tipidir uşaqlar. Birinci müstəvimizi çəkirəm mən həmişə kimi. Düzbucaqlı üçbucağın hipotenuzu 20'dir. Bərabər yan düzbucaqlı üçbucağın sözdə. Hipotenuzdan müstəvi keçirilib. Baxın, bu da düzbucaqlı üçbucağımız olsun uşaqlar. Alfa müstəvisi hardan keçib uşaqlar? Hipotenuz bizə 20 verib, hipotenuzundan keçib görürsünüz. Bax, burada 90 dərəcədir. Burada 90 dərəcədir. Və bu müstəvi ilə aşağıdakı alfa müstəvisi 30 dərəcə bucaq əmələ gətirir. İki müstəvi arasında bucağı göstərmək üçün onların kəşmə xəttinə perpendikulyarlar çəkmək lazımdır. Baxın, buradan perpendikulyar çəkdim. Və o perpendikulyarın oturacaqları üstə düşməlidir. Buradan da perpendikulyar çəkirəm. Burada 90 dərəcə. Və bu onların müstəviləri arasında bucaq 30 dərəcə misal deyir. Bərabər yanlı uşaqlar düzbucaqlı üçbucaqdır. Misal deyir, düzbucaq təpəsindən müstəviyə qədər məsafəni tapın. Məsafə deyəndə perpendikulyar edilir. Baxın, misal bizdən buranı soruşur. Gəlin bərabər yanlı düzbucaqlı üçbucağın, baxın, bərabər yanlı düzbucaqlı üçbucağın
Hipotenuzu 20 ise katetlerini tapalım. O zaman 20'ni kök 2'ye böleceğim uşaqlar. Ne eləyir? 10 bölək kök, 10 kök gelir. Ya da ki, uşaqlar, baxın, belə də yanaşa bilərik. Mən hipotenuza çəkilən hündürlüyü tapmaq istəyirəm. Baxın, bunun uzunluğunu tapmaq istəyirəm. Bax, bərabər yalnızca da hipotenuza çəkilən hündürlük həm də mediandır. Median sonunda möhtəşəm üçlərlə gəlir. Baxın, bunların üçdə birbirine bərabər olur. 10, 10, 10. Baxın, hipotenuza çəkilən hündürlüyü tapdıq artıq nə? 10. Gördüğünüz bakın bu düz bucaklı üç bucaktan. Bu gördüğünüz düz bucaklı üç bucaktan. 90 karşısındaki 10'dur görürsünüz. Onda 30'un qabağındaki ne eləyəcək? Onun yarısı 5 eləyəcək. Doğru cevabımız ne olur? 5. 24 nömrəyə misal. Sinüs 2x çıxaq kosinüs 2x bərabər 0 tənini həll edin. O zaman burada kosinüs 2x bərabərin sağ tərəfinə keçirdək. Və kosinüs 2x fərqli 0 olduğuna görə, çünki x'in yerinə elə bir bucaq tapa bilmərəm ki, kosinüsü sıfıra çevirsin. Daha doğrusu kosinüs 2x fərqli 0 qəbul etmədə bərabərin hər tərəfini kosinüs 2x-ə bölək. Solda sağı da bölürəm kosinüs 2x-a. O zaman sol tərəfdə alınır tangens 2x bərabər 1. 2x bərabərdir. Tangens 1 arctangens 1 plus pi k'dır. 2x bölü arctangens 1 pi bölü 4 plus pi k'dır. X bərabərdir pi bölü 8 plus pi k bölü 2. Yeri gelmiştir bu bucağın içerisinde heç vaxt bunları ödeməyənlər olmayacaq. Yəni heç problemi yoktur. Doğru cevabımız oldu. X bərabər pi bölü 8 plus pi k bölü 2 k da z'ə daxildir. Növbəti sonuncu misalımız 25 nömrəli misaldır uşaqlar. Bəli. Baxaq görə bu nə sualdır? Üç bucaqlara ait bir misal tipidir. Demək, ABC üçbucağında ABD bucağı 22,5 dərəcədir. CBD bucağı da 22,5 dərəcədir. Demək, B bucağının tamamı oldu 45 dərəcə. A bucağı 90 verildiği yorumda C bucağı da 45 olacaq. Sonra nədir? AD'miz 6 kök 2'dir. DC'ni tapın. Yeri gelmişken BD'nin təmin olduğunu görürük uşaqlar. Belə bir qayda var. Çox lazımlı bir qaydadır. Çox möhtəşəm bir qaydadır ki, əgər bucağın tənbələrin üzərində bir nöqtə götürüb, bucağın tərəflərinə perpendikulyarlar çəksəz, bir tərəfinə və digər tərəfinə, əgər bu tənbələndirsə, onda bu perpendikulyarların uzunluqları nə olacaq uşaqlar? Bərabər. O zaman ABC bucağına diqqət etsiniz. BD tənbələndir. D nöqtəsi tənbəl üzərində bir nöqtədir görürsünüz. Bucağın bir tərəfinə perpendikulyar çəkilib, o bir tərəfinə də baxın, bucağın o bir tərəfinə də perpendikulyar özümüz çəksək, onda bu perpendikulyar uzunluqları bərabərdir. Burada istəyirsə Y yazam. Bu DY DA-ya bərabərdir. Onda burada nə olursa 6 kök. Burada 90 olduğuna görə onda bura 45 qalır. Və bu bərabəri yan düz bucaqlı, üç bucaqdır. Onda burada olacaq 6 kök. Misal bizə x soruşur. 6 kök yine bir dənə kökə vuracağım. Doğru cavab olur 12. Belə əziz uşaqlar, növbəti videoda görüşərik. Hələlik.